sən də mənə elə gəlir ki, Ankaraya, Atuya girəndə sonra Ankaraya gedəcəyi, sonra UCL-a gedəcəyi bilmirdim. Təxminən elə. Yəni səncə 16 yaşındakı gənc nə etməlidir? 16 yaş elə yaşdır ki, biz də 16 yaşlı olmuşuq da. Biraz fikirlər dağınıq olur. Oğlan uşağıyıq. Çox fikir dağınıq. Mən gəzmək istəyirəm, mən saat 11-də evə gəlmək istəyirəm, yox mən saat 2-də evə gəlmək istəyirəm və bir çox fikirlər var da. Mən özüm də o yaşda olanda da dərsi çox fikirləşirdim. Bizdə valideynin dərs dəstəyi çox var idi evin içində. Yadımdadır, mən 4 alanda bizim evi qırğın idi, açıq. 4 necə ala biləcəm, belə bir şeylər var idi. 4-cü qrupa hazırlaşırdım mən, 4-cü tibbə. Mən 11-də oxuyanda IELTS-da vermişdim, YOS'dan 99 yığmışdım, SAT vermişdim və TQDK vermişdim. Bu bir il içində oldu. Gəzməyə də oradan vaxt yox idi. Amma yenə də tapırdım. Yaş azdı deyə, enerji o qədər çoxdur ki, adam deyir ki, yox, dərsi oxudum, çıxım biraz şöyle gəzim, görüm nə var. Hə, gəzməkdən qalmaq istəyirəm. Hə, gəzməkdən heç vaxt qalmaq istəyirəm və bunu başa düşürəm. Bu çox normal bir şeydir. Bu insanın sosial həyata tələbatıdır. 100% olmalıdır. Yəni evin içində oturub psixolojisi pozulmaqdansa lütfən getsin, gəzsin, daha yaxşıdır. Tək gənclərdə yox, mən insanlar bunu görürəm. Həm iş yerlərində və hər yerdə prioritetləri çox səhv qoyuruq. Bir fikir, mən həmişə bir işi görəndə, məndə bir bloknot olur və bloknota yazıram. Prioritetim budur. Birinci bunu eləyəcəm, sonra birisini eləyəcəm aslında. Uşaq vaxtı belə məndə də evdəkilərdən həmişə bu məsləhət var idi ki, Cəmil, prioritetləri düz qoysan, sən hər şeyi çatdıracaqsın onsuz da. Uşaqlar nə etməlidir sualına fərq. Mənim fikrimcə o valideyn dəstəyi çox önəmlidir 16 yaşda. Məsələn, mənim atam 16-17 yaşım olanda, atamla anam hər ikisi də mənə imkan vermədi mən gedim xaricə. Çünki çox belə deyirlər, buyun uşağı idim. Gəzməyi xoşlayırdım, oxumağı çox sevirdim. İndi kimsə birdən xətrinə dəyər ki, rusca danışırıq. Qanlı qaynayan uşaq idi. Cəmil də mən də eləyik ona görə.